Salam değerli izleyicilerim, xoş gördük sizləri. Bugün çox gözəl, möhtəşəm bir resept paylaşacağım. Bir xəmirdən bir neçə şirniyyat hazırlamaq olar. Xəmirin resepti dəqiqdir, çox dadlıdır, bayatlamayandır. Gördüyünüz kimi həm yumuşaqdır, içi isə dolu içlikdir. Hər üçü şirniyyatın içliyi eynidir, qoz fındıq və şəkərdən ibarətdir. Hamısı gördüyünüz kimi çox gözəl bişib. Xəmir həm yumşaq, həm ağızda dağılan çox gözəl bir xəmirdir. Keçirəm hazırlanma qaydasına. 1 kilo 200 qram un götürmüşəm. Üzərinə yarım çay qaşığı duz əlavə edirəm və 320 qram yumşaq halda kərə yağı əlavə edirəm. Bu şəkildə başlayıram umaç ovmağa. Yağla unu tam qarışdıra-qarışdıra bu şəkildə tam umaç halına gətirirəm. Bu şəkildə olmalıdır və ortasında yer ayırıram. İndi isə ərzaqları əlavə edirəm bura. 300 qram smetandır, 15%lidir. Faizindən asılı olmayaraq əlavə edə bilərsiniz. 2 yumurta, 1 paçka vanilin və 4 xörək qaşığı şəkər. Ərzaqları qarışdırıram, tam bir-birinə qarışsın və daha sonra əlavə edirəm bura 2 paçka qabartma tozu. Məndə 1 kilo 200 qram un olduğuna görə 2 paçka qabartma tozu əlavə etdim. 1 paçka qabartma tozu 500 qram un üçündür. Yenə deyirəm, məndə 1 kilo 200 qram undur. Ona görə mütləq həmişə qabartma tozunun miqdarına fikir verək. Una da, qabartma tozuna da. Biraz məndə qatı oldu, yəni bərk oldu xamır. Ona görə də 2 xörək qaşığı süd əlavə etdim və yenidən xamırı yoğururam. Xəmiri çoxlu yoğurmaq lazımdır, yaxşı alınsın deyə. Sığallı olub ələ yapışmayan olanda demək olar ki, xəmir özünə gəlir bu şəkildə. Kıvamı da belədir. Orta yumşaqlıqda. Qoyuram soyuducuya, bir 20 dəqiqə gözləyirəm. Daha sonra soyuducudan çıxarıram, 2 hissəyə bölürəm. Bir hissəsini mən banan peçenyası üçün istifadə edəcəm, bir hissəsinə isə mütəkkə peçenyası üçün. Yerdə qalanda az bir xamırdan mən şəkər bura hazırlayacağam. Bu isə içlikdir. İçlik 2 stəkan qoz fındıq əzməsidir, 2 stəkan şəkərdir və 1 çay qaşığı da hildən istifadə etmişəm. Hil həmişə tünd rəngdə, yəni hilin əzməsi mağazalarda satılır. Bəzisi tünd rəngdə satılır, bəzisi açıq rəngdə. Tünd rəngdə olanı alın, çünki onun ətri dadı yaxşıdır, amma açıq rəngdə olanın ətri yoxdur. Məndə bu qədər 14 ədəd balaca kündələr əmələ gəldi. Dediyim kimi bundan banan şirniyyat hazırlayacağam və balaca kündəni götürürəm, bu şəkildə yayıram. Nazikliyini özünüz görürsünüz. İçərisinə 1 xörək qaşığı, bir də yarım içlik əlavə edirəm. Bu şəkildə ağzını bağlayıram və ağzı açılmasın deyə bu şəkildə bağlayıram ağzını. Belə edirəm. Bağladığım yeri qatlayıram və bananın alt hissəsini edib sonra banan şəkli verirəm. Bir də əgər bananın içərisində hava qalarsa, onda iynə vasitəsilə deşin ki, çünki içərisindəki hava çıxmadıqda banan öz şəklini bişdikdə itirir. Mütləq içərisindəki havanı çıxarın iynə vasitəsilə. Bu da ikinci dəfə yenə göstərirəm necə edirəm. Mən bəzilərinin iynə vasitəsilə deşdim, havasını çıxardım. Bəziləri isə havası olmadığı üçün yaxşı alındı. Və yığıram soba qabına, yenə düzəldirəm, şəkil verirəm. 180 dərəcədə sobanın alt gözündə bişirirəm. İndi isə keçirəm mütəkkə reseptinə. Mütəkkə reseptini xəmiri yenə 2 hissəyə bölürəm və yayıram. Xəmiri daha səliqəli olması üçün əvvəlcə xəmir necə olursa olsun, sonra bu şəkildə səliqəli, yumru halda kəsin ki, mütəkkələr yaxşı alınsın. Və daha sonra əvvəlcə ortadan bu şəkildə bölürəm, daha sonra kiçik hissələrə bölürəm. Bu şəkildə çalışaq ki, düz şəkildə kəsək. Bir də ki, bu böldüyümüz hissələrində hansı ki 3 bucaqların orta hissəsini mən az bir miqdarda kəsəcəm. İndi göstərəcəm necə. Bu şəkildə görürsünüz, orta hissəsini kəsirəm. Bu ondan ötəridir ki, içliyi qoyuruq bükəndə, onda asan olsun.
yaxşı olsun deyə. İçliyi qoyuram. Əvvəlcə mən xörək qaşığından istifadə etdim. Gördüm xörək qaşığı çox olur. Ona görə çay qaşığından istifadə etdim. Hərəsinə bir çay qaşığı içlik əlavə edirəm və daha sonra ağzını bu şəkildə bağlayıram. Görürsüz, kəsdiyim yer, görürsüz, yaxşı alınır. Yaxşı birləşdirirəm. Daha sonra xəmiri darta-darta, bu şəkildə darta-darta bağlayıram və onda dartdıqda yaxşı forma alınır. Bu şəkildə gördüyünüz kimi. Və yerdə qalan mütəkkələrin də hamısını bu şəkildə xəmiri darta-darta əvvəlcə ağzını bağlayıram və yumurlayıram. Bu şəkildə alınır. Əgər bura qədər videomu izlədinizsə, çox təşəkkür edirəm. Bir də ki, əgər kanalıma abunə deyilsinizsə, onda yeni videolarımı görmək üçün, yəni mənim kanalımı itirməmək üçün, yeni videoların bildirimi gəlməsi üçün kanalıma abunə olun və zili açın. O zaman onda qoyduğum video tez sizə gələcəkdir. Bu şəkildə indi isə banan gördüyünüz kimi artıq hazırdır. Üzü biraz qızaranda götürürəm. İndi isə mütəkkələri qoyuram. Mütəkkələrin hamısı bu şəkildə alınıb. Görürsüz, forması qəşəngdir. Yenə də 180 dərəcədə sobanın alt gözündə bişirirəm. Xəmirin kənarlarından kəsdiyim, dediyim kimi xəmirim qaldı. Bu xəmiri də mən şəkərbura hazırlayacağam. Şəkərbura başqa xəmirlərdən fərqli olaraq biraz bərk olmalıdır. Ona görə bir xörək qaşığı, bir də yarım un əlavə edirəm. Yoğururam və qoyuram biraz soyuducuya. Bu arada da mütəkkələr artıq bişib. Xəmirin gözəlliyini görürsüz, necə yumşaqdır. Hələ ki istidir. Yenə də üzü biraz qızaran kimi götürürəm. İndi isə başlayıram artıq şəkərburanı hazırlamağa. Şəkərburanı mən xəmirlə yenə kiçik kündələr hazırlamışam. Bu şəkildə və qoyuram 10 dəqiqə dincəlsin. 10 dəqiqədən sonra götürürəm, bu şəkildə yayıram. Şəkərburanın xəmiri çox da nazik olmamalıdır. Qalınlığını sizə göstərirəm. Bu şəkildə hamısını yayıb yığıram üst-üstə. Yarı hissəsini qoyuram soyuducuya, yarı hissəsini isə alt hissədən başlayıram. İçərisinə içlik qoyuram bu şəkildə və ağzını bağlayıram. Şəkərburaların içliyini nə qədər qoymağı şəkərburanın razmerindən asılıdır. Mənim şəkərburam, düzəltdiyim şəkərbura balaca olduğuna görə razmeri mən 1 çay qaşığı, bir də yarım içlik əlavə etdim. Bəzən 2 çay qaşığı, daha 3 çay qaşığı da əlavə edənlər olur. Və ağzını bu şəkildə bağlayıram, stolun üzərinə çırpa-çırpa düzəldirəm, forma verirəm və şəkərburanı yan üstə salafanın altına qoyuram. Yenə şəkərbura götürürəm xəmiri, hamar olmayan tərəfinə, içərisinə içlik qoyuram, hamar olan tərəfi isə çöl tərəfdə qalır. Yenə ağzını bu şəkildə, bərk şəkildə bağlayıram, içlik xəmirin kənarlarına dəyməmək şərti ilə və stolun üzərinə çırpa-çırpa forma verə-verə. Yenə ağzını bərk şəkildə bağlayıram. Yenə qoyuram böyür üstə salafanın altına. Hələ ki salafanın altına qoyuram şəkərburanı. Bu şəkildə gördüyünüz kimi və hamısını bu şəkildə edirəm. Daha sonra 10 dəqiqədən sonra xəmiri salafanın altından götürürəm. Yenə birləşdirdiyim yeri nazildirəm. Bunu mütləq naziltmək lazımdır, eləmək lazımdır. Çünki bu şəkildə qatlayanda onda incə alınmaz, kobud alınar. Mütləq naziltmək lazımdır. Və bu şəkildə qatlayıram, bəzək verirəm kənarına. Daha sonra yenə stola çırpıram, yenə formasını düzəldirəm, forma verirəm. Və bu dəfə artıq salafanın altına qoymuram. Açıq havada durmalıdır. Çünki əgər salafanın altına qoyaramsa xəmir yumşalır, yağ əriyir və qoyduğum bəzək itir. Ona görə də havada saxlamaq lazımdır ki, həmin bəzəklər, qoyduğum bəzəklər havanın cərəyanına görə qurumalıdır. Xəmir bərkiməlidir. Və 10 dəqiqə, bunların hamısını etdikdən sonra 10 dəqiqə müddətində beləcə gözləyirəm ki, xəmirin üzəri bərkisin. Çünki xəmirin üzərinə bəzəklər qoyacağam. Bu şəkildə yenə düzəldirəm formasını və gözləyirəm ki, xəmirin üzəri bərkisin. Hardasa bir 10-15 dəqiqə. Mən pəncərənin qabağına qoydum və tez qurudu. Gördüyünüz kimi artıq üzü bərkiyibdir. Və üzərinə başlayıram naxışları qoymağa. Bizim Azərbaycan xanımlarımızın maşallah əl qabiliyyəti çox gözəldir. Çox gözəl naxışlar qoyurlar. Mən də bacardığım qədər qoydum. Bəyənəcəksiniz bilmirəm.
Bu şəkildə naxışlar qoydum. Əvvəlcə məndə iki maqqaş var. Biri enli, biri ensiz. Əvvəlcə enli maqqaşla qoydum. Daha sonra mənə rahat oldu balaca maqqaşla qoymaq. Bu şəkildə həmin xətlərdən əks istiqamətdə geri qayıdıram. Bu şəkildə. Bacardığımız qədər incə olmalıdır. Xəmiri incə bir şəkildə tuturuq, dartırıq. Bu şəkildə alındı bəzəyim və indi isə yenə tərsinə istiqamətdə geri qayıdıram. Əgər öyrənmək istəyirsinizsə, onda şəkərburanı xəmiri hazırladıqdan sonra xəmirdən biraz götürün balaca bir kündə. Şəkərbura içinə içlik əlavə etmədən yayırsınız, şəkərbura formasında bükürsünüz. İçərisində içlik olmamaq şərti ilə bükürsünüz və bəzəkləri bir dənə də video baxa-baxa bəzəkləri bu şəkildə edib öyrənirsiniz. Yəni burada heç bir çətinlik yoxdur. Əgər alınmırsa da, bəzəkli qoymaq alınmırsa da, onda özünüz üçün bişirirsinizsə əgər istədiyiniz bəzəyi qoyun. Dad eyni dad olacaq, ətir eyni ətir olacaq. Sadəcə naxışı başqa bir cür olacaqdır. Necə istəyirsinizsə edə bilərsiniz. Şəkərburaların naxışlarının hamısını qoyub qurtardıqdan sonra şəkərburaları mütləq hardasa 40-50 dəqiqə cərəyan olan otaqda, yəni hava cərəyanı olan otaqda, aynən pəncərənin qabağında və ya balkonun qabağında harda istəyirsinizsə, yəni açıq havada, soyuq havada qoyun ki, qurusun. Yəni isti yerə qoymayın. İsti yerə qoyarsınızsa, yenə deyirəm, xəmir yumşalar, yağı çıxar və bəzəklər tamamilə itər. Şəkərburaların hamısının üzərini bəzəklə bəzədikdən sonra və qoyuram, yenə gözləyirəm, bərkiyir bəzəkləri, daha sonra soba qabına qoyuram. Axırıncı işləm qalır ki, soba qabının üzərinə yığdıqdan sonra üzərini iynə vasitəsilə bir neçə deşik açıram ki, havası çıxsın. Bunu da şəkərburaların üzəri bərkiyəndən sonra etmək daha yaxşıdır. Artıq şirniyyatlarım hazırdır. Gördüyünüz kimi bir xəmirdən bu qədər məndə şirniyyat alındı. Çox gözəldir. Dadı da, gözəlliyi də qəşəngdir. İzlədiyinizə görə təşəkkür edirəm.